Peşədə sən rubrikası bu dəfə gənclərin peşə bələdçisi layihəsi ilə başlayır. Gənclərin peşə bələdçisi layihəsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, İrəli İctimai Birliyin təşkilatçılığı, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin dəstəyi ilə həyata keçirilir. Bu layihədə müxtəlif bölgələrdən müəllimlər və ixtisasca hazırlanmış kadrlar bir araya toplaşaraq 4 gün təlimdə iştirak edəcəklər. Bugün Peşədə Sən rubrikasının qonağı Ağsudan mən Asməyə. Təlimimiz çox maraqlı və interaktiv keçdi. Düşünürəm gələcəkdə peşə ilə bağlı fikirləri uşaqlara öyrədə bilərik. Bu 4 günlük təlimdə biz peşə bələdçisi layihəsində çoxlu yeni məlumatlar öyrəndik. Həm ölkə daxili, həm də ölkədən kənarda bir çox təlimlərdə, konferanslarda iştirak etmişəm. Əgər müqayisə etsək, bizim bu təlimdə öyrəndiklərimiz heç də onlardan geriyə qalmır və buradakı öyrəndiklərimizi biz öz idmanımızda insanlara, şagirdlərə, valideynlərə çatdıracağıq. Təşəkkürlər. Fəaliyyətin davamlılığı kimi müxtəlif məktəblərdə, qonşu məktəblərdə, öz çalışdıqları müəssisələrdə şagird və valideynlərlə görüşərək maarifləndirmə və təbliğat işləri aparacaqlar. Uğurlar arzulayırıq.